əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Əziz müəllimlər, bu gün sizə Artinin paylaşdığı coğrafiya üzrə metodika suallarını izah etmək istəyirəm. Gəlin vaxt itirmədən sualların izahına keçək. Həm doğru variantlar, həm nəyə görə yanlış variantlar olmaz, ona diqqət edək. Başlayaq müəllimlər birinci sualımızla. Siz 8-ci sinifdə iqlim qurşaqları və onların təsiri mövzusunu tədris edirsiniz. Dərs zamanı şagirdlərdən biri sizə sual verir ki, niyə bəzi ölkələrdə eyni anda həm quraqlıq, həm də daşqınlar baş verir? Bu necə baş verir? Siz bu sualdan istifadə edərək dərsi maraqlı və şagirdlərin düşünməsini təşviq edən şəkildə davam etdirmək istəyirsiniz. Aşağıdakı yanaşmalardan hansı sizin metodik bacarıqlarınızı daha dolğun şəkildə nümayiş etdirər? Dəyərli müəllimlər, gəlin diqqət edək. Müəllim bir mövzunu keçir və mövzunu keçdiyi anda şagird müəllimə sual verir ki, niyə bəzi ölkələrdə həm quraqlıq ola bilər, həm də daşqın ola bilər? Siz də dərsi maraqlı formada onları düşündürəcək şəkildə davam etdirmək istəyirsiniz. Baxaq birinci suala. Qlobal istiləşmə və ekstremal hava şəraiti haqqında qısa təqdimat hazırlayıb sualı cavablandıra bilərsiniz. Əziz müəllimlər, birinci hissədə gördük ki, hər şeyi müəllim etdi. Müəllim təqdimat hazırladı, müəllim sualları cavablandırdı. Ona görə bizim bu variantımız doğru variant deyil və avtomatik olaraq dəyərli sertifikasiya müəllimlərimiz imtahanda işinizi rahatlaşdırmaq üçün bilirsiniz ki, 100% səhv cavabdır. Düzdürmü? Üstündən xətt çəkin. Bax, bizim iki variantımız qaldı. İndi burada seçim etmək daha rahat olacaq. Şagirdləri qruplara bölüb, fərqli iqlim zonalarına dair araşdırma etmələrini, nəticədə hansı bölgələrdə belə hallar müşahidə etdiyini təhlil etdirə bilərəm. Bəli, bizim 2 olan sualımız, ikinci yəni cavabımız daha doğru addımdır və burada artıq müəllimin şagirddə həm səbəb-nəticə əlaqəsi qurmağı, həm onun tənqidi təfəkkürünü, həm məntiqi təfəkkürünü inkişaf etdirəcək bir araşdırma tapşırığı verir şagirdə və bu araşdırmanı şagird özü aparır. Şagirdlərə bu suala öz cavablarını yazılı şəkildə yazmalarını və ev tapşırığı kimi təqdim etmələrini deyir. Əgər şagird bu sualı bilsəydi, onu elə şifahi şəkildə də deyə bilərdi. Yəni yazılı şəkildə yazmağa ehtiyac olmazdı. 3-ün üzərindən xətt çəkirik. Sualları dərhal özünüz cavablandırmalısınız. Biz nə demişdik müəllimlər? Demişdik ki, müəllim suala özü dərhal cavab verə bilməz. Müəllim əgər şagird bir sualı bilmirsə, elə bir şərait yaratmalıdır, yəni fasilitatorluq edərək, doğru bir mühit yaradaraq, həm özü şagirdə dəstək olmalıdır, necə ki biz ikinci situasiyada gördük, həm də şagirdin özünün araşdırmasına şərait yaratmalıdır. 5-ə baxaq. Şagirdlərə real baş vermiş iqlim hadisələri ilə bağlı xəbərləri təqdim edərək, müzakirə apararaq onların səbəblərini yenə də birgə araşdırmaq təklifi edir. Bəli, baxın 5-ci addımda da müəllim şagirdə elə bir tapşırıq verir ki, bu tapşırıq şagirdi düşündürür. Bu tapşırıq şagirdin araşdırmasına, səbəb-nəticəni düzgün qurmasına yardım edə bilər. Ona görə bizim variantımız burada olur 2-5, Y variantı. Deməli, davam edirik növbəti sualımızla və qeyd edim ki, dəyərli müəllimlər, bizim artıq bir neçə gündür paylaşdığımız dəstək videolarından da siz görürsünüz ki, həqiqətən də FES Akademinin tək kurikulumu yox, digər müəllimləri də qəbul səviyyəsinə yaxın və qəbul səviyyəsi ilə paralel suallar hazırlayır ki, siz sertifikasiya və MİQ-ə daha yaxşı şəkildə hazırlaşmış olasınız. Bir neçə gündür paylaşdığımız sınavlardan da görə bilərsiniz ki, situasiya tiplər sizin köməyinizə çatacaq imtahanda. Davam edirik ikinci sualına. Siz müəllim olaraq dərsdə fəal iştirak etməyən və sinif yoldaşları ilə ünsiyyətdən yayınan bir şagirdi müşahidə edirsiniz. Bu şagird son zamanlar tapşırıqları yerinə yetirmir, sakit və qapalı davranışları ilə diqqətdən yayınır. Siz bu vəziyyətin davamlılığın onun inkişafına mənfi təsir edə biləcəyini düşünürsünüz və bu vəziyyətdə necə effektiv davrana bilərsiniz? Gəlin yenə də sualı oxuyaq və təhlil edək. Deməli, dərsdə iştirak etməyən, sinif yoldaşları ilə ünsiyyətdən qaçan bir şagirdimiz var. Müəllim bunu müşahidə edir. O şagirdin qapalı davranışları və bu vəziyyətin davamlı olması müəllimi narahat edir. Düşünür ki, bu şagirdin inkişafına mane ola bilər. Müəllim hansı addım atmalıdır? Gəlin davam edək.
Şagirdə ciddi xəbərdarlıq edərək tapşırığı yerinə yetirmədiyi üçün onun qiymətinə təsir edəcəyini bildirmək. Təbii ki, bizim A variantımız yanlışdır. Yəni bu şagirdin vəziyyətini düzəltməz. Problemi məktəb rəhbərliyinə və psixoloqa yönləndirirsiniz. Çünki bu sizin səlahiyyətinizdən kənardır. Əgər sualda desəydi ki, müəllim şagirdlə fərdi danışır, addım atmağa çalışır, hətta bunun daha tez həll olunması üçün psixoloqdan da dəstək alır, bəli, B variantı doğru olardı. Niyə müəllimin səlahiyyətindən kənardır? Axı biz bilirik, şagirdi fiziki və psixoloji zorakılıqdan qorumaq müəllimin vəzifəsidir, yəni müəllimin borcudur. Üstəgəl pedaqoji tələblərdən dəstəkləyici mühitin yaradılması, onu təmin etmək, şagirdə uyğun sinifdə bir ab-havanın yaranması müəllimə bir pedaqoji tələb kimi vacibdir. Baxaq digər varianta. Digər şagirdlərə nümunə göstərərək onun passivliyinə diqqət çəkirsiniz və onda da fəallığın olmasını tövsiyə edirsiniz. Uşaqları bir-birinə nümunə göstərmək, onlar arasında sağlam olmayan və yaxud da sağlam şəkildə rəqabət yaratmaq doğru addım deyil müəllimlər. Şagirdlə fərdi söhbət apararaq onun davranışlarının səbəbini anlayırsınız və dəstəyə ehtiyacı olub-olmadığını müəyyən edirsiniz. Bəli, ən uyğun variantımız D variantıdır. Çünki həqiqətən də müəllim şagirdlə fərdi şəkildə danışmalıdır. Bəlkə burada bir ciddi problem var, ailə daxili problem ola bilər, sinif daxili bir konflikt ola bilər ki, bu şagirdə pis təsir etsin. Yəni bunların hər birini müəllim aradan qaldırmağa ehtiyac varsa, onun birinci fikirlərini soruşub ona dəstək olmağa çalışmalıdır. Davam edirik növbəti sualımızla. Üçüncü sualımız. Müəllim iqlim dəyişmələri və insan fəaliyyəti mövzusunun tədrisi zamanı müşahidə edir ki, şagirdlər iqlim dəyişmələrinin səbəb və nəticəsini, həmçinin insan fəaliyyətinin bu prosesə təsirini bir-birindən ayırmaqda çətinlik çəkir. Mövzunun daha yaxşı mənimsənilməsi üçün müəllim dərs planında dəyişiklik edir və şagirdlərin fəal iştirakına əsaslanan yanaşma tətbiq etməyə qərarına gəlir. Aşağıdakı yanaşmalardan hansı şagirdlərin interaktiv yanaşmasını və mövzunun mahiyyətinin öyrənilməsi baxımından ən yaxşı ola bilər? Yenə də gəlin oxuyub anlama haqqında bir sualımızdır. Sualımızı təhlil edək. Mövzu iqlim dəyişmələridir və insan fəaliyyətidir. Uşaqlar bir hissəni başa düşmürlər və yaxud da müəllimə sual verirlər ki, iqlim dəyişmələrinin səbəbi, nəticəsi necə ola bilər? İnsan fəaliyyəti bu prosesə necə təsir edə bilər? Çətinlik çəkirlər. Müəllim istəyir ki, uşaqlar dərsi başa düşsünlər, daha yaxşı mənimsəsinlər və planında dəyişiklik edir. Edə bilərmi müəllim planında? Bəli, edə bilər. Çünki diferensial yanaşma gündəlik planlamada öz əksini tapır. Variantlarımıza baxaq, görək ən yaxşı. Baxın müəllimlər, bu hissəyə diqqət edin. Ən yaxşı şəkildə hansı təmin edə bilər? Müəllim hər bir şagirdə iqlim dəyişməsinin bir səbəbini və bir nəticəsini tapşırır. Onların bu iki anlayışı fərqləndirib sinif qarşısında təqdim etmələrini istəyir. Gəlin baxaq, görək biz sualımıza iqlim dəyişməsi və insan fəaliyyəti deyir. Müəllim bunun bir səbəbini və bir nəticəsini tapşırır. Müəllimlər, situasiyadan görünür ki, bizim bu uğursuz cavabımızdır. Yəni bu şagirdin düşünməsini stimullaşdırmaz və yaxud da ona yol göstərməz. Müəllim şagirdlərə iqlim siyasəti və ətraf mühitə təsirlə bağlı real statistik məlumatlar təqdim edir. Bir baxışdan burada müəllimin məlumat təqdim etməsi sizə yanlış görünə bilər. Amma gəlin görək müəllim ardıca hansı addım atır. Və üstəgəl müəllim iqlim siyasəti ətraf mühitə təsirlə bağlı məlumatları şagirdə bildirəndən sonra uşaqlara deyir ki, indi bu məlumatlar arasında əlaqəni siz qurun və təqdimatı sizlər hazırlayın. Ən uyğun variantımız B variantıdır. Digər variantların nəyə görə olmadığını izah edim sizə. Müəllim şagirdlərə iqlim dəyişməsi ilə bağlı bir sənəd izlədir və onlardan filmdəki faktları xronoloji ardıcıllıqla sadalamağı tapşırır. Faktoloji bilik, xatırlamaq mərhələsi bunun şagirdə heç bir xeyri olmaz. Bir çox müəllim C variantını götürmüşdür. Müəllim dərslikdən parçanı oxuyur, sonra fərdi iş vərəqləri paylayır, qısa test cavabları. Əziz müəllimlər, adətən şagirdlərdə əgər mənim niyyətim onları düşündürməkdirsə, fəal iştiraka əsaslanan yanaşma tətbiq etməkdirsə, mütləq ki, mən orada açıq suallardan istifadə etməliyəm, düşündürücü suallardan istifadə etməliyəm.
Müəllim fərqli regionlara dair hava şəraiti qrafiklərini verir və şagirdlərdən bu regionlarda iqlim dəyişməsinin olub-olmadığını müəyyən etməsini istəyir. Y variantı da bir baxışdan sizə doğru variant kimi görsənə bilər. Amma gəlin görək müəllim şagirdə nə verdi? Hava şəraiti ilə bağlı qrafik verdi. Uşaqlara deyir ki, bu regionlarda iqlim dəyişməsi var ya yoxdur. İndi baxın, analiz eləyəndə artıq özünüz anlayacaqsınız ki, mənim situasiyama Y variantı uyğun deyil. Nəyə görə? Çünki uşaqlar nəyi başa düşməyiblər? İqlim dəyişməsi necə baş verir? İnsan buna necə təsir göstərə bilər? Ona görə mənim ən uğurlu variantım B variantıdır. Davam edirəm növbəti sualına. Aşağıdakı fikirlərdən hansı pedaqoji baxımdan doğrudur? Gəlin baxaq. Müəllim dərsə əvvəlcədən hazırladığı açıq suallarla şagirdlərdə təlim zamanı yeni sualların yaranmasına səbəb olursa, bu dərsdə öyrənmə baş verir. Doğrudurmu? Bəli, açıq suallar sualdan sual çıxardır, şagirdi düşündürür. Ona görə elə mənim variantım 1 ilə başlayacaq. Gəlin avtomatik olaraq hələlik 2 və C və Y variantlarının qarşısına bir işarə qoyaq ki, yəni ola bilər ki, bunları götürməyək. Bütün şagirdlərin eyni tapşırığı, eyni vaxtda, eyni üsulla yerinə yetirməsi effektivdir. Əziz müəllimlər, nə demişdik biz? Diferensial yanaşma olmalıdır. Sinifdə inklüziv bir mühit, təlimdə bərabər imkanların yaradılması üçün müxtəlif tapşırıqlardan, müxtəlif üsullardan istifadə etmək lazımdır. Çünki bizim sinifimizdəki şagirdlər intellektlərinə görə, öyrənmələrinə görə, hazırlıq səviyyələrinə görə müxtəlifdirlər. Baxın, indi işimiz daha rahatlaşdı. A variantını çıxardırıq, C variantını çıxardırıq, Y variantını da çıxarırıq. Qaldı bizim B və D variantımız. Əgər şagirdin cavabı düzgün olmasa da, onun düşünmə prosesi müəllim tərəfindən qiymətləndirilməlidir və nəzərə alınmalıdır. Əziz müəllimlər, bəli, bax biz bunu da düzgün cavab kimi götürürük. Nəyə görə? Şagirdin cavabı düzgün olmaya bilər. Burada qiymətləndirmə deyəndə nəyə nəzərdə tutur müəllim? Şagird təşəbbüs göstərirsə, düşünmə vaxtı deyirsə, yəqin ki, təşəbbüs göstərib də, onun təşəbbüs göstərməsi belə, məsələn, bunu mənim qiymətləndirməyim onu fəaliyyətin stimullaşdırması ola bilər və yaxud da bir ona stimul ola bilər ki, aha, müəllim mənim düşünməyimi, irəli sürdüyüm fikirləri nəzərə alır. Ola bilər, yanaşma doğru olmasın. Yanaşma doğru olmasa, sən səhv deyirsən, otur, bax, bu kimi ifadələrdən istifadə etmək əvəzinə, sən bu hissədə doğru cavab verdin, gəl növbəti hissəni başqa bir şagirdlə də müzakirə edək, daha ətraflı öyrənək. Onda şagird daha motivasiyalı olur və fikirləşir ki, bəli, müəllim məni dinlədi. Yalnız test nəticələri ilə şagirdin idraki inkişafını və onun bacarığını müəyyən edə bilər müəllim. Təbii ki, burada 4-ümüz də səhvdir. Yəni, müəllim şagirdin 4-cü sualımız, belə deyək, cavabımız, müəllim ancaq test nəticələri ilə şagirdi yoxlaya bilməz. Müəllim necə yoxlaya bilər? Bir çox istifadəsi var müəllimin. Açıq suallar ola bilər, layihə işi ola bilər, müzakirələr, diskussiyalar. Bunların hamısı ilə şagirdin idraki inkişafını və təfəkkürünü deməli, formalaşdıra bilərəm. Davam edirəm növbəti sualla, 4-cü suala. Deməli, burada oldu, 5-ə də baxaq, 4-ü silək. Müəllim dərsdə məntiqi səhvlərə imkan verirsə və bu səhvləri müzakirə edirsə, dərindən öyrənmə o zaman baş verəcək. Bəli, gəlin yadımıza salaq. Lev Vygotsky sosial inkişaf nəzəriyyəsində deyirdi ki, şagirdlərin etdiyi səhvləri onların və yaxud da dərsdə səhv etmələrini normal qarşılayın. Bu, onların öyrənməsi üçün bir işarədir. Hətta biz bunu Karl Dweckdə də daha aydın, daha vurğulu şəkildə görürük ki, şagirdlər səhvlərindən öyrənir. Dweck də deyirdi ki, şagird səhvindən öyrənir. Onlara dəstək olun, onlar səhv edə-edə öyrənəcəklər və öyrənmə prosesində səhvləri normal qarşılamalısınız. Davam edirik deməli, növbəti sualla. Maraqlı suallardan biri idi bu. Gəlin baxaq. Müəllim bölməni başa vurduqdan sonra bölmə üzrə summativ qiymətləndirmə aparır. Qiymətləndirmə nəticələrinə əsasən sinifin yarıdan çox aşağı nəticə göstərir. Bu vəziyyət müəllimdə narahatlıq doğurur və dərhal növbəti bölməyə keçir. Müəllimin bu qərarını necə qiymətləndirmək olar? Hansı qərarı verdi müəllim? Summativ apardı, yəni nəticələri yoxlayan qiymətləndirmə. Yarıdan çox aşağı nəticə göstərdi. Müəllim narahat oldu, amma növbəti bölməyə keçdi. Gəlin, baxaq.
Bu qərar doğrudur. Çünki summativ qiymətləndirmə nəticələrindən sonra dərhal yeni mövzuya keçmək lazımdır. Bu cavab səhvdir. Nəyə görə səhvdir? Summativ qiymətləndirmə adətən düşünürük ki, son qiymətləndirmədir və bu yekundur, bitdi. Amma elə deyil müəllimlər. Summativ qiymətləndirmə son qiymətləndirmə olsa da təlimin sonu deyil. Bölmənin sonunda aparıram. Mənim təlimim hələ yekunlaşmayıb. Əgər mənim sinifimin yardan çoxu zəif nəticə göstəribsə, deməli mənim keçdiyim o alt standartların reallaşmasında bir problem var. Ya mən düzgün formativ aparmamışam, ya summativin nəticələri şagirdlərlə belə deyək, uyğunluq prinsipinə pozmuşam orada. Nəsə bir səbəb var ki, uşaqların nəticəsi aşağı olub. B-yə baxaq. Nəticələr zəif olsa da summativ qiymətləndirmə nəticələri yalnız rəsmi sənədləşdirmə üçün nəzərdə tutulub, müəllim qərarında haqlıdır. Bax, burada yalnız sözü yanlışdır. Summativ qiymətləndirmə rəsmidir, düzdür. Amma yenə də müəllimin növbəti bölməyə plansız şəkildə keçməsi düzgün addım deyil. Əgər bizə desəydi ki, müəllim növbəti bölməyə keçir, amma buna baxmayaraq summativdə şagirdlərin o əziyyət çəkdiyi, reallaşdıra bilmədiyi alt standartlara müraciət eləyir, o zaman bax bizim situasiyamız doğru olardı. Müəllimin qərarı yanlışdır, çünki summativ qiymətləndirmə nəticələri dərsin keyfiyyətinə dair əhəmiyyətli məlumat təqdim edir. Bu zəif nəticələr əlavə dəstək və korreksiya tədbirləri tələb edir. Baxın, elə mənim dediyim variant C variantı doğrudur. D-yə baxaq. Müəllimin yanaşması düzgündür, çünki summativ qiymətləndirmə şagirdlərin keçmiş nailiyyətlərini ölçür, bu isə gələcək tədrisə təsir etməməlidir. Düzdür, keçmişi ölçür, amma gələcək nailiyyətə də mütləq təsir edir. Bizdə varislik prinsipi var. Bir bölməni bilməyən şagird digər bölməyə necə keçə bilər? Müəllimin qərarı haqlıdır, çünki qiymətləndirmə nəticələri fən kurikulumu ilə deyil, şagirdlərin fərdi xüsusiyyətləri ilə əlaqələndirilməlidir. Yadda saxlayın, biz qiymətləndirməni nəyə əsasən aparırıq? Alt standarta. Alt standart harda öz əksini tapır? Fən kurikulumunda. Ona görə Y variantı da səhvdir müəllimlər. Davam edirik biz növbəti sualımızla. Bu asan suallardan biridir. Aşağıdakı situasiyaların hansında interaktiv təlim prinsipləri pozulmuş olur? Şagirdlər bircə müzakirə edərək problemə müxtəlif yanaşma irəli sürür. Doğrudur. Bax, pozulmuşu istəyir. Diqqətli olun. Müəllim şagirdlərin fikirlərinə əsaslanıb dərsi planlaşdırır. Müəllim şagirdin fikrinə yox, diferensiallıq edib dərsi planlaşdıra bilər. Şagirdin fikirlərinə, şagirdimə görə mən nələrisə nəzərə ala bilərəm planlamada, amma şagirdimin fikrinə əsaslanıb planlama edə bilmərəm. Deməli, şagirdlər yalnız müəllimin təqdim etdiyi məlumatları qeydsiz şəkildə dinləyirlər. Əslində, bir dəqiqə qeydsiz şəkildə dinləyirlər. Aha, yox, bir dəqiqə burada. Müəllim şagirdlərin fikirlərinə əsaslanaraq dərsi planlaşdırır. Şagirdlərin, əslində bu cümlədə biraz problem var, B variantında. Bunu biraz dəyişməlidirlər. Burada amma mən özüm düşünürəm ki, nəyi nəzərə alıblar? Elə bayaq dediyim kimi şagirdlərin müxtəlifliyinə nəzərə alıb müəllim dərsi planlaşdırır. Sadəcə bir balaca B variantındakı cümləmiz dəyişməlidir. Amma C variantı ümumiyyətlə səhv variantdır. Çünki müəllimin təqdim etdiyi məlumatları qeydsiz şəkildə dinləyən şagird mütləq qəbul etmə mərhələsi olmalıdır. Qəbul etmə mərhələsində də şagirdin diqqətlə dinləməsi də vacibdir, amma qeyd götürməsi də vacibdir. Çünki qeyd götürən şagird daha yaxşı planlı şəkildə məlumatlara baxa bilər. Təlim prosesində müəllim qrup işinə və fikir mübadiləsinə geniş yer verir. Ola bilər, bəli, düzgündür. Yəni demir ancaq bunlara yer verir. Bax, diqqətli olun. Qrup işinə və fikir mübadiləsinə geniş yer verir. Amma desəydi həmişə etməlidir, səhv olardı. Müəllim öyrənməni təşviq edən suallar vasitəsilə təfəkkürü stimullaşdırır. Bəli, bu da doğru variantdır. Yəni burada da səhv yoxdur. Deməli, davam edirik biz 7-ci sualımızla. Bir dəqiqə 6-dan sonra 7 gəlir. Maraqlı suallarımızdan biri də budur. İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri mövzusunda verilmiş 2 mütəxəssisin fikrini oxuyun. Baxın, 2 mütəxəssisin fikrini oxuyun deyir müəllim.
Hər iki mütəxəssisin fikirlərini, onları dəstəkləyən arqumentləri ümumiləşdirin. Bir mövzudur. Bu mövzuda iki insanın fikirləri var. Müəllim də şagirdə deyir ki, bu iki insanın fikirlərini və onları dəstəkləyən arqumenti müəyyən et. Sizcə hansı mütəxəssis əsaslı və inandırıcı arqumentdən istifadə edib? Baxın müəllimlər, hansı mütəxəssis? Biz nə demişik? Burada arqument sözünü görən bir çox müəllim dəyərləndirmə tənqidi təfəkkür mərhələsini götürüb. Mən iki məlumatı oxuyuram, iki insan nə qərar verib, onu müəyyən edirəm və daha sonra hansı daha yaxşı qərar verib, mən onu götürməliyəm. Yəni burada əlbəttə ki, mən təhlil etməliyəm. Deməli, cavabımız təhlil etmək. İndi gəlin görək, bu məntiqi təfəkkürdür, yoxsa tənqidi təfəkkürdür. Mütəxəssislərin fikrində hansı coğrafi məlumatlara və sübutlara əsaslanıblar? Yəni, baxın müəllimlər, bir növ təhlil mərhələsi məntiqi təfəkkürlə də gələ bilər, tənqidi təfəkkürlə də. Amma burada mənim hansının daha yaxşı qərar verməsi, onların arqumentlərini gözdən keçirtmək, nəzərdən keçirtmək, qərəzsiz şəkildə mənim də bu belə deyək, mövzuya yanaşmam artıq təhlil etmək və tənqidi təfəkkürün olduğunu göstərir. Deməli, 7-yə baxaq, 8-ə baxaq, daha doğrusu. Razılaşmadığım suallardan biri budur. Deməli, Artinin götürdüyü variantı və öz düşündüyüm variantı izah edirəm. İnanıram ki, ümid eləyirəm ki, Arti özü açıqlama verəcək bu sualla bağlı və yaxud da belə deyək, daha rəsmi məlumatlardan öyrənəcək ki, nəyə görə bu sualın cavabı biraz fərqli çıxıb. Gəlin sualı oxuyaq, siz də rəylər bölməsində öz fikirlərinizi yazarsınız. Şagirdlər qrup halında dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırmalıdır. Həmin iqlimdə yaşamaq üçün uyğunlaşdırılmış ekoloji yaşayış məskəni layihəsi hazırlamalıdır. Daha sonra bu yaşayış məskənini 3D modelləşdirmə aləti və yaxud da interaktiv təqdimat vasitəsilə təqdim etməlidir. İqlim dəyişikliyinin qarşısını, dayanıqlığını əsaslandırmalıdır. Əziz müəllimlər, mən burada cavabı fənüstü və fənlərarası inteqrasiya götürərdim. Amma Arti bugünkü sualda bu sualı yalnız fənlərarası inteqrasiya götürüb. Yəni, mən bu variantı qeyd edirəm. Arti götürdüyünə görə yenə də deyirəm. Amma mənim öz fikrimi soruşursunuzsa, burada, baxın, müəllim şagirdə layihə veribsə, nəyə görə burada fənüstü inteqrasiya yoxdur? Uşaqlar araşdırma aparacaqlar, ekoloji məskən üçün bir layihə edəcəklər. Hətta bunu informatika var burada, bəli fənlər arası var burada, coğrafiyada var, informatikada var və s. Amma bəs şagirdin bu layihəni qurması nəyə görə fənüstü inteqrasiya hesab olunmur? Bax, o biraz müəmmalı məsələdir. Yenə də deyirəm, mən burada D variantını götürürəm, amma Arti burada C variantını doğru variant kimi verib müəllimlər. Mənim isə fikrim D variantıdır. Davam edək. 9. Şagird səhralaşma və torpaq degradasiyası mövzusunda qısa məlumat mətnini oxuyur. Mənbədə səhralaşmanın səbəblərini, təsirlərini, qarşısını almaq üçün yollar göstərilir. Bu səhralaşmanın əsas səbəblərini və vurduğu zərbələri şagird müəyyən edir. Daha sonra müəllim deyir ki, mətnə əsasən fikrinizin əsaslandırılması üçün 2 arqument göstərin. Arqument göstərirsən, amma hardan? Mətnə əsasən deyir. Mətnə əsasən və burada müəllimlər anlamaq, sistemli, tətbiq etmək, məntiqi təfəkkür. Təbii ki, müəllimlər yenə də həmişəki kimi D və Y variantı arasında qalırlar. Mən burada tənqidi təfəkkürü götürmürəm. Nəyə görə tənqidi təfəkkürü götürmürəm? Çünki məsələ mənə burada analitik təfəkkürün olduğunu deyir, analitik düşüncəni. Nəyə görə? Burada həm səbəb var, həm onun təsiri var, həm qarşısının alınma yolları var. Yəni, bir məsələni əgər şagird sistemli şəkildə təhlil edir, parçalayır, hissələrə bölür, hər tərəfli məsələyə münasibət bildirə bilirsə, baxa bilirsə, o zaman demək ki, burada biz analitik təfəkkürü fikrimizdə saxlamalıyıq. Bəs təhlili nəyə görə götürdüm? Yenə də deyirəm, fikir verirsiniz, mənbədən öyrənir, mətnə əsaslanır, mətnə əsaslanıb 2 arqument gətirəcək. Yəni, arqument gətirsə belə, o öz fikrini yox,
nədənsə faktdan, mətindən, məlumatdan istifadə edib arqument gətirmək, fikrini əsaslandırmaq, təhlil etmək və analitik təfəkkürə aiddir. Davam edirik müəllimlər. Deməli, ona baxaq. Məktəbdə keçiriləcək Təbiəti Qoruyaq adlı təqdimat layihəsində siz komanda rəhbərisiniz. Komanda yoldaşınız təqdimata daha çox emosional çağırışlara və musiqi effektlərinə yer verməsini təklif edir. Siz isə faktlara, statistikaya və real nümunəyə əsaslanmanın daha inandırıcı olacağını düşünürsünüz. Komanda üzvünüz də öz təklifində israrlıdır. Deyir, belə bir vəziyyətdə siz əməkdaşlıq üçün nə edərsiniz? Effektiv və düzgün əməkdaşlıq üçün nələr edərsiniz? Əziz müəllimlər, hal-hazırda biz 10-cu sualımızı izah edirik. Bugün coğrafiyada verilən metodika suallarının izahıdır və bugünkü suallar əslində sizə göstərir ki, imtahanda hansı tiplərlə qarşılaşa bilərsiniz, hansı tiplər sizin qarşınıza çıxa bilər. 10-cu sualımız da maraqlı suallardan biridir. Burada şagirdin əməkdaşlığı və ünsiyyət bacarığının hansı variantda bizdən doğru olduğunu soruşur. Deməli, bir şagird başqa məsələni qeyd edir, digər şagird başqa məsələni qeyd edir. Onun təklifini rədd edir və təqdimatı öz fikrimə uyğun hazırlayıram. Axı mən rəhbərəm, təbii ki, bu səhv fikirdir. Müzakirə apararaq hər iki yanaşmanı birləşdirməyə çalışıram. Təqdimatın müxtəlif hissələrində fərqli üslublardan istifadəni təklif edirəm. Bəli, mənim variantım B variantıdır. Çünki biz əməkdaşlıq şəraitində işləyiriksə, əməkdaşlıq şəraitində hər kəsin fikri nəzərə alınmalıdır. Qarşı tərəfi dinləmə qabiliyyətimiz olmalıdır. Onun fikirlərini nəzərə alma qabiliyyətimiz olmalıdır. Biz lider olsaq da fəal dinləyici, əməkdaşlıq şəraitində komandanın ortaq dəyərləri olmalıdır və mən təkcə özümü yox, başqalarının da düşüncələrinə, başqalarının da fikirlərinə hörmət etməliyəm. C variantı da təbii ki, deyir ki, onun qərarı mənimkindən zəifdir, mən bunu qəbul etmirəm, ona görə də bu qərara qarşı çıxıram, səhvdir. Onunla razılaşıram, deyirəm ki, təqdimatı sənin dediyin kimi hazırlayıram, qalmaqal istəmirəm, bu da səhvdir. Məsələni müəllimə çatdırıram ki, düzgün yolu seçin, məsuliyyət mənlik olmasın. Əgər sən lidersənsə, sənin həm məsuliyyətli qərar qəbul etmə bacarığın da olmalıdır. Çünki bugün liderlik bacarığı 21-ci əsr bacarıqlarından biridir. Lider doğru qərar vermə, doğru anda müdaxilə etməyi bacarmalıdır və təşəbbüskarlıq bacarığı olmalıdır. Belə əziz müəllimlər, bitdi izahımız. Əgər kimya və fizika sualları olsa, onların da deməli izahını çəkib sizinlə paylaşacağım. Əgər bu video sizə yararlı oldusa, zəhmət olmasa, videonu bəyənin, ətrafınızdakı müəllimlərlə paylaşın ki, imtahana son günlər qalıb, bu günlərdə hər birimiz həm bir-birimizə, həm də biz sizə dəstək olmalıyıq. Sağ olun müəllimlər, görüşərik.